Salam, axşamınız xeyir uşaqlar. Bugünkü mövzumuz sikloalkanlardır. Sikloalkanların ümumi formulu CN, H2N. Göründüyü kimi sikloalkanlar alkenlər ilə sinif arası izomerdirlər. Çünki alkenlərin də ümumi formulu CN, H2N-ə uyğundur uşaqlar. Məsələn, mən bir dənə siklopropan çəkirəm. CH2 2 qat rabit CH2, CH2, CH2 və mən propen çəkirəm. CH2 2 qat CH, CH3 gördünüz. Hər ikisi də C3H6 ümumi formuluna malikdir. Lakin buna baxmayaraq alkenlər alifatik quruluşlu olub açıq zəncirlidir. Sikloalkanlar isə qapalı quruluşludur. Alitsiklik formasındadırlar. Ümumi formullarını bildiyi hər ikisinin nömrə 14N-dir. Alkanlar, sikloalkanlar doymuş, alkenlər isə doymamış karbohidrogenlər sayılırlar. Bir sözlə alkenlər bromusu rəngsləşdirib polimerləşə bildiyi halda sikloalkanlar bromusu rəngsləşdirmir və polimerləşmir. Sikloalkanlarda karbon atomlarının sayı N, hidrogen atomlarının sayı 2N-dir. Ümumi atomların sayı neçəyə bərabərdir? 3N-ə bərabərdir. Bəs qeyri-polyar rabitələrin sayı nədir? Və bütün karbon atomları hansı hibrid vəziyyətindədir? Karbon atomları sikloalkanlarda sp3 hibrid vəziyyətindədir. Ona görə hibrid orbitallar 4N-lə işlənilir. Qeyri-hibrid orbitalları 2N-lə işlənilir. Hibrid orbitallar dedikdə, rabitədə iştirak edən hibrid orbitallar dedikdə eləcə karbon, rabitədə iştirak edən qeyri-hibrid orbitallar dedikdə hidrogeni başa düşürük. Məsəl üçün, mən sizə deyirəm, C3H6-da ümumiyyətlə bilin, sikloalkanlar N3-dən başlayır. Ən sadə forması sikloalkan, siklopropan, siklobutan, siklopentan və sikloheksandır. Bunlardan siklopentanla, siklopropanla siklobutan qaz, siklopentan və sikloheksan isə aqreqat halına görə mayedir. C3H6-da görürsünüz ki, 3 dənə karbon var, 3-ü də sp3 hibrid vəziyyətindədir. İndi diqqətlə baxın, deməli sp3 hibrid vəziyyətindədirsə və biz o dəqiqə bilirik ki, sp3, sp3, sp3 və uşaqlar 4, 4, 4. Deməli 12 dənə hibrid orbitalımız var. 12 dənə hibrid orbitalımız var. Hidrogen atomlarının sayı isə bizə qeyri-hibridi göstərir. 6 dənə də qeyri-hibrid orbitalımız var. Ümumi rabitədə iştirak edən orbitallarımızın sayı isə 18-ə bərabərdir. Yəni 4N-in 2N cəm bizə neçə N-i verir? 6N-i verir. Və sikloalkanlarda bütün karbon atomları ikili vəziyyətindədir. Yəni necə? Məsəl üçün, mən sizə CH2, CH2, CH2 yazıram. Və görün ki, bütün karbon atomları hamısı ikili vəziyyətindədir. Əgər mən bura bir dənə CH3 yazsam, bu karbonun birli, bu karbon üçlü, bunların yenə ikili olduğunu görərəm. Əgər mən bir dənə silək səliqəli şəkildə yazaq, əgər mən bu karbonun 2 dənə CH3-ünü yazsam uşaqlar, bu karbonun burada dörtlü olduğunu görürəm. Deməli, karbon atomları birli də ola bilər, ikili də ola bilər, üçlü də ola bilər. Burada sikloalkanlarda karbon H2 dedikdə, deməli, rabitələr hansı rabitələr arasında yaranır? sp3, sp3 arasında rabitələr yaranır. Bir də sp3, S arasında bu rabitələr yaranır. sp3, sp3 karbon arasında yaranan deməkdir. Yəni qeyri-polyar kovalent rabitədir. sp3 isə karbon hidrogen arasında yaranır, polyar kovalent rabitədir və karbon arasındakı rabitənin sayı alkanlardakı kimi alifatik deyil, N-1-ə bərabər deyil, N-ə bərabərdir. Karbon hidrogen arasındakı polyar kovalent rabitələrin sayı isə 2N-ə bərabərdir. Ümumi sigma rabitələrin sayı nəyə bərabərdir? 3N-ə. Yəni ümumi atomların sayı ilə sigma rabitələrin sayı bir-birinə bərabərdir. Uşaqlar, bəs polyar kovalent rabiti proton sayı nəyə bərabərdir? Proton sayı CN H2N düsturuna uyğun olaraq 6N üstə gələ 2N, yəni 8N-ə bərabərdir. Deməli, neytronların sayı isə CnH2N deyirik və hidrogen atomunu qəbul eləməsək 6N-ə bərabərdir.
İki qonşu arasındaki, bax bir sikloalkan emeri 14 N-ə bərabərdir. İki qonşu arasındaki sikloalkan emeri isə uşaqlar 28 N plus 14'ə bərabərdir. Çünki onlar bir-birindən nə qədər fərqlənirlər? CH2 qrupu qədər fərqlənirlər. Yəni 14 qədər fərqlənirlər. Yəni 14N üstəgələk 14N üstəgələk əlavə 14. 14-ün üstəgələk 14 üstəgələk 14 bərabərdir 28N plus 14 düsturuna əsasən biz iki qonşu arasındakini hesablaya bilərik. Deməli, emir artdıqca onlarda elə bil ki, yuxarıdan aşağı izomerlərin sayı artır, emir artır. Lakin karbonun və hidrogenin kütlə payı dəyişmir. Səbəb nədir? Gəlin bir dənə bunu da yaxşıca öyrənək. Çünki səbəb ondan ibarətdir ki, alkenlər kimi, məsəl üçün baxaq, C3, H6, baxın, C4, H8. İxtisar eləsək, CH2 sadə formuna malik birləşmə tapa bilərik. İxtisar eləsək, CH2N sadə formuna uyğun bir birləşmə tapa bilərik. Ona görə yuxarıdan aşağı düşdükcə bunlarda demək olar ki, karbon və hidrogenin kütlə payı ümumiyyətlə necə qalır? Sabit qalır. Sonra karbon oksidləşmə dərəcəsi də dəyişmir. Çünki C3H6-da müsbət 1, mənfi 3, C4H8-də yenə də müsbət 1, mənfi 3 yox, bağışlayın, mənfi 2 formuluna malikdir. Karbonun oksidləşmə dərəcəsi dəyişmir. Bəs valent bucağı neçədir? Sikloalkanda valent bucağı 60 dərəcəyə bərabərdir. Siklobutanda valent bucağı 90 dərəcəyə malikdir. Və bunları adlandırırıq necə? Deməli, adlandırılan zamanı burada uşaqlar, əgər bizim bir radikalımız varsa, yəni bunu beynəlxalq nomenklaturaya görə adlandırırıq, deməyə gərək yoxdur. Məsəl üçün, nümunə yazıram. CH, CH3, CH, CH2, bax belə, CH2. Necə adlandırıram? Metil. Bir dəqiqə, sərgəli yazaq. Metil siklopropan. Yəqin anladınız. Və yaxud da bura bir etil radikalı qoyuram. Siklopropan. Etil siklopropan. Birdən ola bilsin ki, mən bura, məsələn, bu pentandır və mən bura bir dənə izopropil radikalını qoydum və bunu adlandırdım. Və bunu adlandırılan zaman necə adlandıracağım uşaqlar? İzopropil siklopentan. Yəni, burada gördüyümüz kimi doğrudan da CH3 birliği, deməli, burada gördüyümüz kimi doğrudan da CH deməli bizə üçlü karbonu verir, CH3 bizə deməli birli karbonlar verir. Deməli, əgər eləcə CH2 olsa, bu bizə ikili təbii ki karbonlar verir və görə CH yenə bizə üçlünü verir. Əgər birdən hər iki tərəfdə CH3 olsaydı, ECS də bizə nə verir? Dörtlü karbon atomlarını verir. Sonra uşaqlar burada bucaq gərginliyi, baya gərginliyi deyilən bir şey var. Aha, deməli bucaq gərginliyinə görə siklopropanda bucaq 60 dərəcəyə malikdir. Siklobutanda isə 90 dərəcəli bucaqdan söhbət gedir. Siklin ölçüsü böyüdükcə bucaq gərginliyi azalmağa başlayır. Ona görə də böyük sikli alkanlar daha davamlıdır. Kiçik sikli alkanlar birləşmə reaksiyası rahat gedir. Böyük sikli alkanlarda isə ən çox deməli əvəz etmə reaksiyası xarakterikdir. Sonra uşaqlar ola bilsin ki, sikloalkanlarda radikallar deməli adlandırılanda necə adlandırıldı? Əvvəlcə kiçik, sonra böyük radikalın bax belə adı deyilmiş oldu. Onda isə gəlin görək biz bunlarda necə adlanmanı apara bilərik. Məsəl üçün, nümunə göstərməni sizə bir dənə sikloalkanlarla bağlı olaraq necə adlandıra bilərsiniz ki, sizə yəni adlandırma rahat gəlsin. Bax uşaqlar, adlandırılan zamanı belə deyək də, kiçik radikallardan böyüyə doğru getmək lazımdır. Və bacardığınız qədər çalışın ki, radikallar bir-birinə çox xırda və kiçik götürəsiniz. Məsəl üçün, mən sizə belə bir nümunə çəkirəm. Siklopentan. Bura bir CH3 qoyuram.
Bura bir CH3 qoyuram. Sonra burada bir CH3 qoyuram. Düzdür? Və nömrələyirəm. Elə nömrələyək ki, bax məsəl üçün nömrələməni görün necə aparıram. 1, 2, 3, 4, 5. Oldu 1, 2, 4 trimetil siklopentan. Elə nömrələyin ki, şaxa çıxan karbonların nömrəsi cəmi minimum olsun, yəni böyük olmasın. Əgər mən bunu belə yox, bax görürsünüz, 1-in üstünə 2 gəlsiniz, 2-nin üstünə 4 gəlsiniz, cəmi elədi burada neçə? 7. Ola bilsin ki, biz nömrələmənin tərsini apardıq. Məsələn, necə? Qoyun mən sizə deyim. Nömrələmə məsələn CH3, CH3, bir də bura CH yazaq. 1, 2, 3, 4, 5. Onda nömrələyəndə 1-i, 3-ü və 5-i toplayanda cəmimiz gəlib 9 elədi. O bizə əl vermir. Ona görə biz bu nömrələməni necə nömrələmə sayırıq? Düzgün nömrələmə saymırıq. 2 radikal varsa, ikisi də eyni radikaldadırsa, istədiyin yerdən başlayıb nömrələyə bilərsən. 2 fərqli radikal olarsa, kiçik radikaldan böyüyə doğru gedə bilərsən. Əgər yox, məsəl üçün, bax bir nümunə deyim sizə. Məsələn, siklobutandır. CH3, CH3. Hardan istəyirsiniz nömrələnmə apara bilərsiniz. Hardan istəsəniz. Məsəl üçün, 1, 2, 3, 4. 1, 2 dimetil siklopropan. Və yaxud da, siklopropanı başlayın, siklobutan. Və yaxud da, CH2, CH, CH3, CH, CH3. 1, 2, 3. 1, 2 dimetil siklopropan. Bunu belə də nömrələyə bilərsiniz. 1, 2, 3. 1, 2 dimetil yenə siklopropan. Ola bilsin ki, bir karbona 2 dənə eyni radikal birləşdi. Onda necə adlandıracaqsınız? 1, məsələn 2, 3, 1, 1, 1 dimetil siklopropan. Yox, bir tərəfdə deməli 2 dənə, digər tərəfdə bircə dənə radikal varsa, onda əvvəlcə yenə də çox şaxəsi olandan adlandırırsınız. 1, 1, 2 trimetil siklopropan. Bax, bu cür adlandırmaq lazımdır. Yox, birdən bir dənə böyük, bir dənə kiçik radikal görərsinizsə, əvvəlcə kiçik radikal, daha sonra isə böyük radikal adlandırmağa çalışın. Məsəl üçün, mən sizə bir nümunə deyim burada. Məsələn, bir metil radikalım var uşaqlar, bir dənə də etil radikalım var və nömrələmə istəyirəm. Nömrələməni kiçikdən başlayıram. 1, 2, 3. 1 metil, 2 etil siklopropan. Bax, bu cür adlandırmanı aparmaqla biz işlərimizi həll eləmiş oluruq. Bax, belə. Aha. İzomerlik. Sikloalkanlarda, gəlin başladıq izomerliyi, mən sizə bir şey izah eləyim. İzomer. Var sinif daxili və sinif arası izomer. Sinif daxili izomerliyə quruluş izomerliyi daxildir. Yəni, burada siklin ölçüsünə görə müəyyən edirik və siklobutandan başlayır. Məsəl üçün, bu bizdə siklobutandır. Bunun izomeri nədir? Uşaqlar, metil siklopropan. Və yaxud da bu bizdə siklopentandır. Bunun izomeri hansılardır? Baxaq, bunun izomeri metil siklobutan və bunun izomeri 1,2 dimetil siklopropan və yaxud da bunun izomeri 1,1 dimetil siklopropan. Siniflər arası izomerlər dedikdə isə biz burada buna nəyə baxırıq? Siniflər arası izomer dedikdə isə biz burada baxırıq onların alkenlərlə sinif arası izomer olmasına. Deməli, quruluş izomer, yəni sinif daxili izomer dedikdə quruluş izomerindən söhbət gedir. Bu 4-dən başlayır. Sinif arası izomer isə 3-dən başlayır. Və yaxud izah elədiyim kimi. Sinif arası izomer, məsələn, bu siklopropandır uşaqlar. Siklopropan sinif arası izomer nədir? Propendir. Bax, beləcə bilsək, bunlar bir-birinə izomeridir, siniflər arası. Eyni zamanda burada həndəsi izomerlik də mövcuddur. Həndəsi izomerlik fəza izomeri deməkdir. Burada əvəz edicilərə baxırıq. Əvəz edicilər siklin bir nöqtəsində yerləşirsə, bir tərəfində sis. Əgər müxtəlif nöqtəsində yerləşirsə, buna biz nə deyirik? Məsələn, bax, yazıram həndəsi
Məsələn, buna bir dənə yazaq. Ha, məsələn, bir dəqiqə. Əgər radikallar bir müstəvidə yerləşirsə, buna sis elə bil ki, belə deyək də, 1,2 dimetil siklobutan. Əgər radikallardan biri yuxarı müstəvidə, digəri isə aşağı müstəvidə yerləşərsə, biz buna trans 1,2 dimetil siklobutan deyirik. Yəni burada hidrogenlər də təbii ki var. Onları da çəkim ki, rahat başa düşə biləsiniz. Sonra eyni karbon radikalları birləşirsə, sis trans izomerlikləri, ya eyni karbon əgər radikal birləşirsə, məsələn, mən sizə bir söz deyim də, yəni bu karbona məsələn 2 dənə metil radikalı birləşdi də, burada nə sis, nə trans izomerlik konkret şəkildə axtarmayın. Çünki sikloalkanlar, hətta yəni burada məsəl üçün bir karbonun müxtəlif atom qrupları olmalıdır. Sikloalkan, ümumiyyətlə homoloq nədir? Alkanlar alkanlarla, alkenlər alkenlərlə, sikloalkanlarla homoloqdular. Məsəl üçün, mən sizə elə belə sadəcə sual verim. Sual verirəm ki, siklopropanın homoloqu nədir? Siklobutan. Butan homoloqu nədir? Ecə propan. Bax, belə başa düşməlisiniz. Bəs optik izomerlik nədir? sp3 karbon atomu olan, deməli, karbondan söhbət gedir. Məsəl üçün, mən yazıram optik izomerlik. Sizə bir dənə belə optik izomerlik yazıram. Və bura bir nümunə çəkirəm. Bir tərəfində metil, bir tərəfində hidrogen, bir tərəfində CH2. Digər tərəfində məsələn CH3, bax belə, başqa nə yaza bilərəm ki, rahat olsun, CH3, bir şey yazaq, CH2 və bu karbon burada mənə nə karbon verir? Asimetrik. Bir tərəfində hidrogen, bir tərəfində metil, bir tərəfində metilin, bir tərəfində isə bu qrup var. Bunların hamısının olması bu karbonda deməli asimetrikin olduğunu bizə nə ayırır? Təbii ki, müəyyən edir. Və yaxud da başqa bir nümunə üzərində də mən sizə bunu çəkə bilərəm. Üzürlü sayın biraz. Nasazam uşaqlar. CH3, məsələn CH, CH5, bax belə bir şey. CH2 yazaram, CH2. İndi baxın, bu karbon da asimetrik sayılır, bu da asimetrik sayılır. Nəyə görə? Bunun bir tərəfində metil, hidrogen, metilen, CH5 qrupu var. Bunun da bir tərəfində H, bir tərəfində metilin, bir tərəfində CH ilə CH3 birlikdə, bir tərəfində də etilen qrupu var. Və ona görə də bunun 2 dənə nəyi var? Asimetrik karbon atomlar kimi anlayışını qəbul edə bilərik. Sonra alkanlara dedik ki, karbonun fiziki xassətidir. 3-4 aqreqat halına görə qazdır. 5-dən 11-ə kimi isə aqreqat halına görə mayedir. Yuxarıdan aşağı düşdükcə qaynama temperaturu, ərimə temperaturu hamısı artır. Nə karbon, nə hidrogen kütlə payı dəyişmir. Sıxlığı da eyni zamanda nə qayırır? Artır. Yəni bir sözlə belə götürək ki, sikloalkanlarda karbonun kütlə payı emirdən asılı olaraq dəyişmir. Sonra hidrogenin kütlə payı emirdən asılı olaraq uşaqlar dəyişmir, amma sıxlıq artır. Məsələn, mən sizə başqa bir nümunəsində rahatçılıq deyim ki, hətta siklopropandan tipdə keyləşdirici maddə kimi istifadə eləyirlər. Və tipdə keyləşdirici maddə kimi istifadə eləyirlər. Mən sizə başqa bir söz deyim ki, sikloalkanların ikinci adı naftenlərdir. Çünki bunlardan elə bil ki, sikloalkanlar Bakı neftində tapıldığına görə naften sözündən götürülmüşdür. Sonra gəldik sikloalkanların nəyinə? Alınması xüsusiyyətlərinə. Birincisi, keçdik biz burada laboratoriyada alınma xüsusiyyətinə. Laboratoriya çünki bizə çox vacibdir. Laboratoriyada dihalogenli törəmələr sil və ya natrium təsir etməklə alırıq. Amma bu zaman fikir verməliyik ki, hidrogen atomları, halogen atomlar bir-birindən uzaqda olsun. Yəni qonşu olmasın. Məsəl üçün, bir dənə baxın. Əgər mən buraya yazsam ki, CH2 xlor, CH2 CH3 və burada bir xlor qoyub üzərinə sink gəlsəm, təbii ki, buradan heç vaxt sikloalkan alınmaz. Buradan
alınanlar nə uşaqlar? Buradan alınar alken. Gördünüz? Və bizə lazımdır ki, qonşu olmasınlar. Yəni bu olmamalıdır. Bizə lazımdır ki, halogenlər bir karbon qədər ən azı aralı olsun. Məsəl üçün mən bromun birini bura qoyuram. Digər bromun birində məsəl üçün gətirirəm, üçüncü karbona qoyuram. Və üstünə gəlirəm sink. Sink bromların ağardı, apardı alındı sink brom 2. Və buradan neçə bucaq əmələ gəldi uşaqlar? Buradan əmələ gəldi 3 bucaq, deməli siklopropan meydana gəldi. Yəqin ki, siz mənim nə demək istədiyimi anladınız. Məsəl üçün, ola bilsin ki, siklobutan almaq istəyirəm. Xlorun birini bura qoyaram. Digər xlor da məsəl üçün qoyaram 4-cüyə və üzərinə gəlirəm natrium. Amma natrium gəndə 2 natrium gəlin ki, 2 natrium 2 xlor aparsın. 2 natrium xlor alındı. Üzərinə gələn neçə bucaq əmələ gəldi? Təbii ki, buradan 4 bucaq əmələ gəldi. Amma sizə də bir maraqlı məlumat verim ki, buradan da bir metil qrupunu görsəz, bilin ki, hansı tərəfə də bir metilsə qoya bilərsiniz. Onsuz da bir metil radikalı olduqda və ya bir radikal olduqda nömrələnmir. Və buna metil siklobutan deyilir. Bəs uşaqlar, ola bilərmi ki, radikal 2 və ya 2-dən artıq oldu? Əlbəttə ki, ola bilər. Niyə olmasın ki? Baxarıq, əgər radikalın birini əvvəldə, bax, diqqətli olun. Birini axırda görsəniz, bax, fikir verin. Birini əvvəldə, bax, birini axırda görsəniz, siz avtomatik bilin ki, bunlar birləşən zamanı 1-2 dimetil alkan alır. Bax, biri əvvəldə fikir verin, biri əvvəldə, biri isə axırdadır. Və bu zaman neçə bucaq əmələ gəldi? 4 bucaq əmələ gəldi. Deməli, burada isə CH, CH3 oldu. Burada isə CH, CH3 oldu. CH2 və CH2 əmələ gəldi və 1-2 dimetil siklobutan meydana əmələ gəldi. Yox, birdən siz görsəniz ki, radikallar qonşudur, böyrə qonşudurlar da. Yəni, siz bunu görə bilərsiniz. Məsəl üçün, CH2 xlor götürürəm. CH, CH3, CH, CH3, CH2 xlor. Üzərinə gəlirəm sinki. Və sink dərhal xlorların ağardı uşaqlar apardı. Sink xlor 2 və neçə bucaq əmələ gəldi buradan? 4 bucaq əmələ gəldi. Və 4 bucaq əmələ gəldi mi? Gəldi qəşəngcənə. Baxın. Və radikallar yenə də qonşu oldu. Və olacaq yenə də nə? 1, 2, 3, 4, 1, 2 dimetil siklo butan. Uşaqlar, əgər görsəz ki, radikallar bir karbon qədər bir-birindən aralıdır. Məsəl üçün, CH2 xlor, CH, CH3 bura qoyuram. Məsəl üçün, bir karbon qədər aralı qoymuşam da CH3, CH2 xlor. Və dərhal üstünə sink gəlirəm. Sink xlorlarını ağardı. Apardı sink xlor 2. Harada sink gördünüz, natrium gördünüz, hallı günlər gördünüz. Bilin ki, bu üsullara deyirlər laboratoriya üsulları. Və dərhal buradan 1, 2, 3, 4, 5. 5 bucaqlı sikloalkan alınır. Və radikalın biri bir-birdədir. Radikalın biri də bir-birindən, bax, görürsünüz, bir karbon qədər aralıdır. Bir də 3-dədir. Onda nömrələyəndə necə nömrələyəcək? Əlbəttə, bayaq mən sizə nə dedim? Bacardığınız qədər radikallar bir-birinə yaxın nömrələyin. Kiçik nömrələyin. Və buradan da kiçik rəqəmlər alınsın. 1,3 dimetil siklo, deməli, pentan əmələ gəldi. Kiçik, deməli, yəqin ki, nə demək istədiyimi anladınız. Birdən də ola bilər ki, bir karbona, bir dəqiqə, bir karbona 2 dənə eyni radikalın birləşdiyini görsəniz, bax, belə bir şey, bax, belə bir şey görsəniz, üstünə gələk sink, sink xlorların ağardı, apardı sink xlor 2, neçə bucaq əmələ gəldi? 4 bucaq əmələ gəldi və bir karbon 2 dənə metil qrupu birləşdi. Və bunun adı nə oldu? 1,1 dimetil siklobutan. Bəs sənayedə alınması necə göstərə bilərik? Sənayedə alınması daha rahatdır. Sənayedə alınmaqdan ötəri benzolun üzərinə, bax, buna deyilir sənayedə alınma. Benzolun üzərinə 3 molekul hidrogeni gəlməklə mən sikloheksanı əldə edə bilərəm. Bu bir alınma, ikinci alınma. Məsəl üçün, mən tololun üzərinə, baxın diqqətlə, tololun üzərinə 3 molekul hidrogeni gəlməklə buna deyirlər Zelinski reaksiyası. Buna deyirlər Zelinski reaksiyası. Və buradan alınır, yenə də nə alınır uşaqlar? Buradan alınır metil sikloheksan əmələ
gəlir. Bax beləcənə. Əgər zəncirdə 5 və 5-dən çox, yəni 5, 6 çox 6 karbon atomu olarlarsa, alkanlardan da sikloalkanları almaq mümkündür. Məsəl üçün alkanlardan sikloalkanları mən necə ala bilərəm? Məsəl üçün C6H14-dən deməli bir hidrogeni çıxaram katalitik və mən avtomatik C6H12-ni alaram. Və yaxud da məsəl üçün ola bilər ki, məsəl üçün bax bir söz deyim mən sizə. Bu heksandır da, bax heksanı belə yazıram və pentandan da ala bilərəm. 3, 4, 5, 6 və mən bundan bir hidrogeni çıxmam, sikloalkanı almağım bax beləcənə mümkündür. Bax fikir verin, bu sikloheksandı uşaqlar. Bax bu isə benzoldur, çox xahiş edirəm, bununla bunu qatmayın. Sikloheksanda C6H12-dir və bütün karbon atomları sp3 hibrid vəziyyətində də maye şəklindədir, suda həll olunur. Benzolda isə CH-CH-dır, bu da maye şəklindədir, suda həll olunur və karbon atomları demək olar ki, nədir? sp hibrid vəziyyətindədir. Getdik kimyəvi xassəsinə. Sikloalkanlar bromusu rəngsizləşdirmir, polimerləşmir, kalium permanganat məhluluna konkret təsir etmir. Onun kimyəvi xassəsini yazaq. Deməli, C3 kiçik halqalıları daha böyük bucaq gərginliyinə malik olduğuna görə bunlarda hidrogen halogenilərin özlərini birləşdirmək qabiliyyəti daha rahatdır. Amma siklopentanda isə özünün hidrogen birləşdirməsi Landau kitabında da bu yazılıbdır. Birləşdirməsi çox çətindir. Amma sikloheksan konkret hidrogenləşmir də. O sadəcə əvəz etmə reaksiyasına rahatlıqla girə bilər. Yəqin ki, nə demək istədiyimi anladınız. Bax, məsəl üçün, gəlin sizə bir nümunə verim. Məsələn, götürək siklopropan. Üzərinə gəlmək istəyirəm, məsələn, xlor 2. Avtomatik bu qol buradan qırıldı. Qırılan kimi xlor bir əvvələ bir axıra düşdü. Bu adlandı 1,3 dixlor propan. Bax bu cürə. Və yaxud da siklobutan yazıram. Mən bunun üzərinə gəlirəm. Məsələn, H xlor. Avtomatik gələn kimi qol buradan qırıldı. Qol qırılan kimi CH2, bax CH2. Hidrogen bir bura birləşdi uşaqlar. Xlor da gəldi axıra birləşdi. Bir balaca səliqəsiz oldu. Yəqin nə demək istədiyimi anladınız da. Buradan bir silək. Sizə səli şəkildə yazaq bunu. Hidrogen bura birləşdi. Xlor da bura. Nə adla alındıq? 1 xlor butan əldə elədik. Və yaxud da, məsələn, siklopropanı yazaq. Üstünə gələk hidrogen. Hidrogenləşən kimi nəyə çevrilir? Alkana çevrilir. CH3, CH2, CH3. Yəqin nə demək istədiyimi anladınız. Hə, uşaqlar? Bir də sikloalkanların böyük halqalılar üçün əvəz etmə reaksiyası çox xarakterikdir. Əvəz etmə reaksiyası işıq şüasının təsiri altında əvəz olunur. Məsələn, sikloheksanda üzərinə gəlirəm xlor 2. İşıq şüasının təsiri altında hidrogenin biri xlorun əvəz olundu. H xlor üstə gələk. Baxın uşaqlar. CH xlor. CH2, 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 CH2. Bax gördünüz. Deməli siklopropanla siklobutan əvəz etişi birləşmə reaksiyası xarakterikdir. Siklopentanla siklohexanda isə əvəz et. Bunlarda birləşmə, bunlarda hansı bu ondu uşaqlar üzürürsən. Bunda isə hansı reaksiya tipi xarakterikdir? Əvəz etmə reaksiyaları xarakterikdir. Sonra siklopropan, siklobutan, siklopentan. Hidrogenlə deməli birləşmə reaksiyalarına
hidrogenlə birləşmələrə girirlər, amma sikloheksan birləşməyə girmir. Sonra halogenlərlə siklopropan butan birləşməyə girə bilirlər. Siklopentanın heksan əvəz etməyə daha yaxşı girir. Sonra eyni zamanda hidrogen halogenlərlə siklo böyük halqalar reaksiyaya daxil olmur, amma kiçik halqalar reaksiyaya nə vara bilərlər? Daxil ola bilərlər. Yəqin ki, mənim nə demək istədiyim uşaqlar anladınız. Eyni zamanda sizə başqa bir nümunələr də buradan çəkim. Siz onu bilirsinizmi? Eyni zamanda Zelinski reaksiyası da var. Sikloheksandan 3 molekula hidrogeni mən çıxmaqla, parçalamaqla mən benzolu əldə edə bilərəm. Və yaxud da metil, diqqətlə baxın, metil, deməli sikloheksandan, bax, bu çəkim. Mən 6 hidrogeni çıxmaqla, dehidrogenləşdirməklə tololu əldə edə bilərəm. Tololu əldə edə bilərəm. Buna nə deyirlər uşaqlar? Buna deyirlər tololun alınması. Başa düşdünüz mənim? Sonra nə deyə bilərəm sizə buradan? Deməli, yanma reaksiyası, yanma düsturunu qeyd edək sizlə. CN H2N plus O2 alınır NCO2 üstəgələ 2N su olduğuna görə N su. Buradan 2 tane oksigen var. 2N oksigen üstəgələ N oksigen. Yəni 3N oksigenimiz var. 3N'də nəyə bölürük? 2'ye. Və bu da olduğunda düsturumuz yanma düsturumuza ait oldu. Belə bu qədər. Eyni zamanda siklopropan, siklobutan tez mayeləşdiyinə görə məişətdə qaz olmadığı hallarda polad balonlarda deməli bu qazları yığıb məişət üçün istifadə edirlər. Siklopropandan deməli eyni zamanda istifadə edirlər. Narkoz əməliyyatları zamanı çox geniş tətbiq eləmək imkanına malikdirlər. Daha sonra isə sikloalkanlar ümumiyyətlə suda həll olunurlar. Əgər çox istifadə olunursa insan həyatı üçün çox zərərli, canlılar üçün çox zəhərli ola bilər. Bu qədər. Çox sağ olun uşaqlar.